Salam əziz izləyicilər. Mən keçən çıxışımda deməli konkret olaraq dələduzluq cinayətini törətmiş və yaxud da bu cinayətdə təqsirləndirilən və yaxud şübhələnən şəxsin müdafiə metodunu. Vəkil belə halda nə etməlidir? Şəxs özü nə etməlidir? Vətəndaş öz hüququnu bilsə, bu işin yarısının həlli deməkdir. Vətəndaş qəflətən yaxalanır və yaxud vətəndaş evində oturduğu yerdə, evində istirahət etdiyi yerdə qəflətən onun hasarından tullanırlar, maskalılar və maskasızlar, qapını döyürlər, köbüd-köbüdü. Qapını açanda məlum olur ki, polisdir və polis bildirir ki, o dələduzluq edib və şəxsi tuturlar, zorla maşına mindirirlər ki, sən axtarışdasan, bəlkə də axtarışda deyil heç. Aparırlar polisə, məlum olur ki, bunun barəsində ərizə var və nəinki ərizə var və buna axtarış elan olunub. Amma şəxsin özünün xəbəri yoxdur. Nədən xəbəri yoxdur? Onun barəsində cinayət işinin qaldırılması və onun axtarışa verilməsi vətəndaşa məlum deyil. Belə halda vətəndaş nə etməlidir? Və dərhal da bu dırnaqarası əməliyyat tədbirlərinin görülməsi, hansı ki, məlum olur ki, daha doğrusu bu kiməsə 30 min kimdənsə alıb və ya kimdənsə də müqavilə bağlayıb, buna çox pul qalıb, ona az pul qalıb. Belə bir məsələdir. Ərizə var, şikayət var, cinayət işi qaldırılıb və məbləğ çox olduğu üçün cinayət işi qaldırırlar. Bəzi müstəntiqlər deyirlər ki, deyirik ki, bəs nəyə görə bu axı cinayət işi qaldırmışsınız dərhal, deyir məbləğ çoxdur ona görə. Belə halda vətəndaş nə etməlidir? Və əlbəttə ki, polisin belə formada vətəndaşı polisə gətirməyi, ona təsir eləməyi, onun xəbəri olmadan, onun evinə bildiriş gəlmədən cinayət işi qaldırması, ona axtarış verilməsi və bu formada polisə gətirilməsi, adında axtarış qoyulması, əlbəttə ki, Cinayət Prosessual Məcəlləsinin normalarına ziddir. Bu zidliyi sübut eləyənə kimi, tülkünü sübut eləyənə kimi vətəndaş ilk olaraq özünü müdafiə eləməyə bacarmalıdır. Çağırırlar vətəndaşı müstəntiqin qarşısında. Adətən müstəntiqin yanına qarışıq gətirəndə müstəntiq təqdim edir, əməliyyatçılar təqdim edirlər şəxsi müstəntiqə və yaxud müstəntiqin yanına getməzdən əvvəl barəsində axtarış olduğu üçün onu salırlar kameraya, məlum olur ki, onun haqqında tutma protokolu var, məlum olur ki, o şübhəli şəxsdir. Kameradan sonra müstəntiq kameraya gəlir və şəxsi dindirməyə başlayır. Ətrafında da 2 polis. İstər kabinetində olsun, istər kamerada olsun. Bu iki polisin ətrafında, yanında müstəntiq bunu kamera şəraitində dindirir. Və müstəntiq də özünü çox bilmiş aparmaq üçün yanında artıq bir vəkil də gətirir. Bu vəkil ki, daim müstəntiqlərin yanındadır. Onlarla bir yerdə çörək kəsir, onlarla bir yerdə çay içir, el arasında bunlara paykovu vəkil deyirlər. Bəli, o artıq vəkil olmur. Müstəntiq də əsl Azərbaycan müstəntiqi olmur. Polis də atlanıb zabordan gəlib onu apardığı üçün, əsl Azərbaycan polisi kimi özünü aparmadığı üçün bütün bunların hamısı Cinayət Prosessual Məcəlləsinin əməliyyat axtarış tədbirləri haqqında qanunun tələblərinə ziddir. Bu bir mənalıdır. Vətəndaş ilk olaraq özünü müdafiə eləməlidir. Vətəndaş təbii ki, vəkil tələb eləyir. Vəkil isə yanındadır. Özünü itirmiş vətəndaş əlbəttə ki, dərhal özü əleyhinə ifadə verir, dərhal vəkil imzalayır, vəkilin etirazı olmur və ilkin sənədlər vətəndaşın əleyhinə artıq hazırlanır. İstənilən cinayətdə. Sonra isə çətin olur onu dəyişmək. Əsl vəkil gələndə, yəni ki, paykovu yox, sair vəkillər, indi belə vəkillər azdır. Hər halda təyinatla, müqavilə vəkil gəlir, o vəkil də bunun kimi. Çünki vəkillər kolleqiyasında bir metod var.
müstəntiqlərlə mübahisə etməmək, hakimlərlə mübahisə etməmək, vətəndaşlarla əlaqədar məsələləri afişirvat eləməmək, istintaq sirridir bildik, məhkəmə sirridir ki, onu bilmədik və eyni metoddur. Əsas güc vətəndaşın özünədir. Vətəndaşlar belə maarifləndirməklə əlaqədar bizim verilişlərimizə baxmalıdırlar. Vətəndaş nə etməlidir? Vətəndaş ilk olaraq vəkilə imtina eləməlidir. Çünki o vəkili ona xeyri yoxdur. İlk olaraq vətəndaş Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsini əsas tutaraq özünün və ailəsinin əleyhinə ifadə verməməlidir. Buna hüququ çatır. Və özünün əleyhinə ifadə verməməlidir. Buna hüququ çatır. Vətəndaşı şübhəli şəxs kimi gətiriblərsə, vətəndaş bəli ifadə verməlidir. Amma necə ifadə? Yalnız öz əleyhinə yox. Məsələn, vətəndaşı çağırıb deyirlər ki, sən bu əməli törətmirsən. Yaz. Vətəndaş belə halda nə etməlidir? Yazmalıdırmı? Deməlidir ki, xeyr, bu mənim əleyhimə olan ifadədir, mən bunu yazmıram. Sən pul alıb qaynanana vermişsən, arvadına vermişsən. Xeyr, bu mənim arvadımdır və həmən maddəyə əsasən mən arvadın əleyhinə ifadə verməməliyəm. Və sən hansı ifadə verməlisən? Bəli. Bax, bəli. Bax, söhbət bundan gedir. Vətəndaş ifadə verməlidir. Düzdür, şübhəli şəxs ifadə verməyə də bilər. Təqsirləndirən şəxs ifadə verməyə də bilər. Amma hələ şahiddirsə və yaxud zərər çəkmiş şəxsdirsə ifadə verməlidir. Amma necə ifadə? Necə ifadə? İfadə verməyə razıyam, əgər şübhəli şəxsdirsə. Təqsirkar kimi də ifadə verməyə hazıram. Anket məlumatımızı götürün. Anket məlumatı götürəndən sonra sadəcə vətəndaş deyə bilər ki, bu suallar, bu faktlar mənim və ailəmin əleyhinə olduğu üçün mən ifadə vermirəm. Müstəntiqsən sən sübut elə. İmzalayır və bununla da bitir. Buna deyirlər ifadə verdi, amma öz hüququndan da istifadə elədi. Gələn vəkil də ilk olaraq, tutalım vəkil gəldi, gələn vəkil ilk olaraq müstəntiq yanında oturub dərhal prosesə başlamalı deyil. Vəkil ilk olaraq müstəntiqə deməlidir ki, mən yarım saat 10 dəqiqə öz müştərimlə danışmaq istəyirəm. İmkan ver, mən ondan bir yerdə pıçıldaşım. Və pıçıldaşma zamanı vəkil həm tanış olur adamla, lap paykavu vəkil olsun, lap müqavilərlə vəkil olsun. Və bildirir ki, bayaq hansı ki mən sizə dedim, o əməllərə riayət elə. Qorxma, sənin yanındayım. Heç kim sənə işin elə bilməz. Belə vəkil Azərbaycanda var mı? Var idi. Var idi. Və müttəhim şübhəli şəxs, təqsirkar biləcək ki, yanında vəkil var. Və o vəkil ona bildirdi ki, öz əleyhinə, qanunların əleyhinə ifadə vermə. Ümumiyyətlə istəyirsən ifadə vermə. Sənin prosessual vəziyyətin bana imkan verir. Anketi doldur, sən sağ mən sağlam. Sübut eləmək onun borcudur. Bu mülki iş deyil. Bax, belə çıxışlar, belə halları mən sizə tezsiz edəcəm. Geniş formada deyəcəm. Elə danışacağım ki, sizə heç bəlkə vəkil lazım olmadı. Amma Allah eləsin ki, sizin işiniz düşməsin polisə və vəkillərə düşməsin. Sağ olun, hələlik.